Salam, sabahınız xeyir olsun. Prizmanın növbəti buraxılışında xoş gördük hər birinizi. Ümidvaram ki, hər kəs yaxşıdır və Sevinc, ümid edirəm sən də yaxşısan. Çox vaxt itirmədən keçid edək xəbərlərimizə. Aydan mən tam yaxşıyam deyə bilməyəcəm. Təəssüf hissi ilə bildirmək istəyirəm ki, ötən gün ölkəmizdə faciəvi bir hadisə baş verdi. Yasamalda yaşayış binasında yanğın oldu. Yanğın zamanı ölənlər və xəsarət alanlar var. Burdan rəhmətə gedənlərə başsağlığı, yaralılara isə tez bir zamanda şəfa diləyirik. Mən öz adımdan demək istəyirəm ki, bu cür faciəvi hadisələr eşitdikdə günümə, halıma təsir edir. Sualım belə olacaq ki, bu ekstremal hadisələr daha sonradan travmatik nəticələr buraxa bilirmi insanların psixologiyalarında? İstər həmin an bu hadisəni yaşayan insanlar üçün, istərsə də eşidənlər üçün. Məsələn, Türkiyədə zəlzələ olan zaman burada bizim insanlar da təşvişə düşmüşdü. Artıq biz də baxmayaraq ki, belə bir xəbərdarlıq verilməmişdi bizə, amma biz də təşvişə düşmüşdük. Hətta paltarlı yatan insanlar da var idi ki, zəlzələ olsa qaça bilim. Nə düşünürsən Aydan? Əlbəttə Sevinc, yəni bu cür ekstremal hadisələr psixoloji cəhətdən həm o hadisəni yaşayanlara, həmçinin də kənarda o ə, hadisənin şahidi olanlar və yaxud da eşidənlərə təsir edir. Yəni bundan qaçmaq mümkün deyil deyərdim. Nə kimi təsirlər ola bilər? Gəlin buna diqqət edək. Öncəliklə birinci, sənin də öz dediyin kimi özlərinə ehtiyat alırlar, qorxuya düşürlər ki, birdən burada baş versə, necə olacaq? Mənə də nəsə olar, mən də zərər görərəm, mən də hətta ölərəm. Əslində hər birinin kökündə ölüm qorxusu dayanır. Daha çox həyat eşqi olan və ölümdən qorxan insanlarda biz bu cür hallara rastlaşırıq. Buna da bir növ misal çəkmək istəyərdim ki, hədəf qoyduqları zaman çox uzun müddətli qoyurlar və sanki o həyatı yaşamamış, bu həyatdan köçüb getmək istəmirlər. Ən gözəl komfort alanlarını yaşamaları üçün, əksəriyyətinin də hal-hazırda komfort alanları maddiyyatdır. O maddiyatı təmin etmək üçün fikirləri olur. Bunları yaşamağı, həyatı dadını çıxartmaq istəyirlər. Mən bu nüansda qısa şəkildə qeyd etdim, amma gəlin deyərdim, o ekstremal hadisələr zamanı ümumiyyətlə insanlar necə davranmalıdır? Və bunu da əlavə edim ki, əksər insanlar, yəni bu cür edərək köçürmə etdilər öz üzərlərinə. Mən də yaşayaram, mənim də başıma gələr. Amma bunu qeyd edeyim ki, ekstremal hadisə qaçılmaz bir hadisədir. Yəni bu ani olaraq baş verən prosesdir. Çünki o an içində insanların psixoloji olaraq düşüncəsi bu olur ki, yəni sadəcə olaraq problemə fokuslanırlar. Hal-hazırda bu hadisə baş verir və bu hadisə içində mən yüksək ehtimal ki, zərər görəcəm və ölə bilərəm. Və yaxud da mənim yaxınlarım, sevdiklərim zərər görüb ölə bilər. Bu qorxu içində biz sağlam düşünmürük. Çünki beyin avtomatik olaraq sadəcə və sadəcə qorxuya fokuslanır. Qorxu da özündə duyğusal qarışıqlığı, somatik olaraq bədəndə titrəmələr, temperatur artır, istilik gəlir, əl titrəmələri baş verir. Daha sonra qorxudan əlavə həyəcan da olur, düşüncələr qarışır. Tamamilə bir aksiyon içindədir və oradan çıxış yolu tapa bilmir. Çox çıxılmaz hiss edir. Seçim arasında qalır bəzən insan. Deyir, ya mənim canım, ya sevdiyimin canı. O ekstremal hadisə elə bir prosesdir ki, orada çıxış yolu axtarmaqda insanlar çətinlik çəkir, çünki sağlam düşünə bilmirlər. Bu ani vəziyyətlər, bu hallar bizdə hansı psixoloji vəziyyətləri yaradır? Psixoloji halları qeyd etsəm, çox dəyişikliklər olur. Ən əsası panik atak yaranır. Çünki az öncə mən nə qeyd etdim? Qorxu, həyəcan, təşviş, duyğular qarışır bir-birinə. Bu artıq somatik olaraq bizim yaddaşımızda qalır bədənimizdə. Biz onu xatirə olaraq müəyyən bir müddət sonra unuda bilərik və yaxud da duyğusu, onun təsiri bizdə azala bilər. Amma bizim bədənimiz o xatirəni unudubmu? Unutmayıbsa, təşviş, həyəcan pozuntusu, panik atak, daha sonra hətta depressiyaya düşənlər ola bilər, əgər itki yaşayıbsa ekstremal hadisələr zamanı. Stress halları, narahatlıqlar, bu nəyə görə yaranır? Çünki daimi olaraq o hadisə gözünün önünə gəlir. Eyni zamanda yuxu və qida pozuntularına rast gəlirik. Yuxu pozuntuları nəyə görə? Çünki həmin hadisəni daima düşünür, onun beynində artıq bir yerdədir. Həmçinin bədən də bunu unutmayıb. Çünki biz bilirik ki, röyalarımızın hər biri şuuraltının məhsuludur. Biz əgər şuuraltımızda həmin hadisəni təsirini azaltmamışıqsa, az öncə qeyd etdiyim kimi, bədənimizdə o xatirəni unutmağı bacarmamışıqsa, o hadisəni təkrar-təkrar yaşayacaq və təkrar-təkrar yaşadıkca da eyni hissləri də
yaşamış oluruq. Eyni hisslər də bizdə təbii ki, bilavasitə təşviş, həyəcan pozuntusuna, panik atak da gətirib çıxardır. Bu həftənin məni sarsıdan ikinci xəbərini diqqətinə çatdırmaq istəyirəm. Uşaqlar evində intihar edən Nuray. Öncə burdan yanaşaq. Nurayın intiharı, səncə uşaqlar evində olan digər uşaqlara necə təsir edib? Onların psixologiyasına necə təsir edir? Və Nurayın özü niyə bu hərəkəti edib? Mən xəbərin açıqlamasında oxumuşdum ki, atası ona gələcəm deyib və Nuray ümidlə onu gözləyirmiş. Hər axşam kitablar oxuyurmuş və s. Artıq atası ondan imtina etdikdən bir neçə gün sonra Nurayı canına qəsd edir. Bunun sizcə atasının imtinası ilə bir əlaqəsi varmı? Ümumiyyətlə bu barədə çox belə detallı, ətraflı məlumat verməyimiz həm düzgün olmaz, həm də biz verə bilmərik. Amma belə ümumi psixoloji baxımdan çıxış edərək deyə bilərəm ki, əlbəttə ki, təsir edib digər həmyaşıdlarına. Yəni o sığınacaqda olan uşaqlar elədir ki, bəziləri yeniyetməlik dönəmindədir, bəziləri gəncdir, bəziləri hətta çox uşaqdır. Yəni çoxsu ola bilər ki, bələydə belə ola bilər. Düşünə bilərlər ki, hə, bu hadisənin o uşağa nə kimi təsirləri ola bilər, amma o uşağın özünə belə təsiri var. Çünki insan beyni elə bir struktura sahibdir ki, ətrafında olan hər bir şey, beyin deməyək, daha doğrusu şuuraltı elə bir struktura sahibdir ki, ətrafında olan hər bir şeyi artıq özünə bir disk kimi yaddaşda saxlamış olur. Eynilə də bu uşaqlarda artıq bu hadisə travma kimi qalacaq. Hətta o uşaqların özündə belə ölüm qorxusu, həmçinin bu ölüm qorxusu özündə təşviş, panik atak da gətirir. Çünki panik atak elə bir psixoloji problemdir ki, onun kökündə yatan səbəb ölüm qorxusudur. Ölməkdən qorxulur. Həm sevdiklərinin, həm özünün. Düşünürəm ki, az öncəki xəbərdə bəzi nüansları qeyd etdim. Zaten bir-iki nüansı qeyd etdim ki, anlaşılsın, oxşardır hadisələr. Amma bir şey qeyd edərdim ki, İntihar hadisəsi öyrənilən bir prosesdir hətta. Ümumiyyətlə bu hadisə artıq paylaşılıbsa, yəni biz cinayət hadisələrinin son zamanı artdığını da görürük. İntihar hadisələrində bir dönəm var idi ki, artmışdı. Görürlər və bunu edirlər. Üzr istəyirəm, sözünü kəsirəm Aydan, amma onu da qeyd etmək istəyirəm ki, Nurayın anası da intihar edərək canına qıyıb. Yəni bunu da diqqətinə çatdırım. Öyrənilmiş prosesdir dedin. Ola bilərmi ki, anasından görüb öyrənib indi də özü etdi bunu? Əlbəttə, ola bilər. Elə bir hadisədir, dediyim kimi, intihar öyrənilir. Anasından da bunu görübsə, çünki uşaqla ana arasında da bir bağ olur. Əgər o bağ yanlış yolla ayrılıbsa, yəni bu cür ana intihar edib, övlad tək qalırsa, atası ilə də belə münasibəti doğru getmirsə, bu zaman artıq istər-istəməz, yəni o düşünməsə belə, şuuraltı onu ora çəkmiş olur. Çünki öyrənilmiş bir prosesdir bu. Öyrənilmiş çarəsizlik deyil bu. Sadəcə öyrənilən, yəni bir növ özünə köçürmə eləyir də ki, mən də edə bilərəm bunu. Bir də bayaq sən dedin ki, tam aydın şəkildə deyə bilmərik, razıyam səninlə, amma bu nüansı da qeyd edək. 2019-cu ildə ana intihar edir, Nuray uşaqlar evinə yerləşdirilir. Yəni bu bir neçə il ərzində Nurayda intihara qarşı bir sövq olmur. Əksinə, hər axşam kitablar oxuyur, çox şən uşaq olur, yəni dostları ilə də əlaqəsi çox yaxşı olur. Nə hikmətdirsə, atanın imtina etdiyi zamana denk gəlir Nurayın canına qıyması halı. Yəni mən demirəm tam bundan irəli gəlir. Gəl biz burada danışaq atanın qız uşağındakı rolu. Sevinç, burada məncə bir duraq. Çünki sənin dediklərindən birbaşa atanı günahkar kimi göstərmiş oluruq. Bu yanlışdır, həm bizim üçün, həm də yanlış informasiya vermək baxımından. Sən dedin ki, çox yaxşı idi, deyirdi, gülürdü, həyatını yaxşı davam edirdi uşaq. Amma biz bilirik ki, depressiya özü də iki növ var. Depressiv hiss edəndə bəzilərinin ağlına gəlir ki, üzüldüm, hər kəsdən uzaqlaşdım, ancaq öz evimdə heç kimlə danışmıram, sosial şəbəkəyə baxmıram. Yəni bunu depressiya zənn edirlər. Amma depressiyanın bir növü də var ki, hətta ən qorxuncu budur deyərdim. Gülərək depressiyasını yaşayır. Çox yaxşıdır. Heç kim deyə bilməz ki, bu pis hadisə yaşayıb, kədərlidirmi? Yaşayıb, kədərli bir hadisə yaşayıb. Amma hər şeyə gülür, soyuqqanlıqla yanaşır, çox normal kimi baxır. Bu elə depressiyanın özüdür. Və əksər zamanda bu cür depressiya yaşayanlar sonunda intihar edir. Aydındır, Aydan. Keçək növbəti xəbərə. Növbəti xəbər keçdiyimiz günlərdə Yasamalda yaşanan qətl hadisəsi ilə bağlıdır. 15 yaşlı yeniyetmə qətl olundu.
14 yaşında yeniyetmə tərəfindən. Qətli görən qonşular danışır, deyir ki, zarafat edirdi, elə bıçağı götürüb, salladı, heç o düşünməzdi ki, o ölər və sairə və ilə axır. Yəni bu cür, belə deyək də, müsahibə verirlər. Bununla bağlı mən istəyirəm sənə sual verim. Uşaqlar arasında zarafatın həddi nə qədər olmalıdır? Yəni niyə bu həddi bu qədər aşırlar? Bir də, böyüyün onu görən qonşuların, yəni ağıl yaşında insanlardır. Onların hadisəyə bu cür yanaşmaqları səncə normaldırmı? Necə deyiblər, hər şeyin azının da, çoxunun da zərəri var. Eynilə bu hadisədən də gördüyümüz kimi. Zarafatın da həddindən artıq çox olması zərər gətirir. Təkcə ölümlə nəticələnməsin. Yəni bullyingin kökündə nə yatır? Zarafat edirəm deyirlər, çox rahat şəkildə qarşı tərəfi alçaldırlar, ona zərər yetirirlər. Bəzən isə bullying edərək saçını kəsirlər. Yəni təkcə öldürmək deyil ki, hər hansı bir əşyasına zərər yetirirlər, sevdiklərinin önündə hətta təhdid edə bilərlər. Yəni bu kimi zarafatlar bullyingə gətirib çıxardır. Bullyingin də zərərlərini biz zaten bilirik nələrdir, amma bullying edənin də psixologiyası var burada. Mən istəyirəm ki, Aydan, bullyingə məruz qalan uşaqların psixologiyasından da biraz danışaq ətraflı şəkildə. Eyni zamanda bullying edən insanın da psixologiyasından bir danışaq. Məlumatlı olsun burdan izləyicilər də. Bəli, bullyingə məruz qalan, təbii ki, yəni artıq özünə qapanacaq. Ümumiyyətlə heç valideynlərinə belə nə isə deməyə cəhd etməyəcək. Hə, cəhd etdiyi zaman o bullyingdən xilas ola bilər. Məktəbə getmək istəməyəcək, təkcə məktəbdə baş vermir də, yəni bu proses. Məktəb misal çəkdiyim üçün dedim bunu. Harda bullyingə məruz qalırsa, həmin məkana getmək istəməyəcək. Burda mən valideynlərə səslənərdim. Övladınızın istəklərinə diqqət edin. Görün onlar hansı məkana getmək istəmirlər və ora getməkdə inad edirlərsə, oranı istəmirlərsə, ağlayırlarsa, bu zaman artıq bilin ki, orada onu qorxudan, onu çəkindirən nəsə bir hadisə baş verir. Yəni bullyingə məruz qala bilər. Bullying biz təkcə məkan olaraq deyil, yəni insanlar tərəfindən sadəcə qarşı-qarşıya edilən bir proses deyil. Sosial şəbəkələrdə belə bullying edirlər. Kiminsə geyiminə, kiminsə xarici görünüşünə daima iradlar bildirirlər. Biz bilirik ki, hamının özünə xas bir görünüşü var. Yəni bu görünüşə əsaslanaraq onu alçaldıb özündə bir təskinlik axtarır. İndi isə gələk bullying edənə. Bullying edən şəxslər də qarşı tərəfi alçaltmaqdan həzz alırlar. Buna isə səbəb zamanında özlərinin görülməməsidir. Zamanında görülmürlər, eşidilmir. Daima onlar da bullyingə məruz qalırlar, hətta valideyn tərəfindən özü olsun. Yəni sən uşaqsan, danışma, hər işə qarışma. Valideyn özləri belə övladlar arasında ayrı-seçkilik edirlər. Yəni bir tutaq ki də 2 oğlan uşağı götürək, bir oğlan uşağı çox yaraşıqlıdır deyək, digəri biraz ondan geridə qalır. O valideyn digər, yəni yaraşıqlı olan oğul övladına daha çox diqqət edir, amma digərinə isə daha az diqqət edir. Bu da artıq istərsiniz həm qardaşına qarşı qısqanclıq yaradır. Bilavasitə ətrafında olan insanlara da qısqanclıq yaradır. Nəyə görə? Çünki özündə olan o ön plana çıxmaq istəyi ki var, onu yerinə yetirə bilmir, sanki o ehtiyacı ödənmir deyə istər-istəməz ətrafına da bullying etmiş olur. Ümumiləşdirsək, bullying edənlər ya bullyingə məruz qalıblar, ya da görülmək istədikləri üçün bir başqasını alçaldaraq təskinlik tapırlar. Bəs bu xəbərdə biz dedik ki, qonşuların müsahibələri. Qonşu da bunu çox adi halmış kimi danışır. Heç nə elə oyun oynayırdı, bıçağı atdı, getdi dəydi deyir. Yəni bu necədir? Bəs mən istəyirəm onların da bir psixologiyasına baxaq. Böyüklər təbii ki, yəni hər zaman məsuliyyət daşıyır uşaqlardan. Uşağın yaşı neçə olur olsun, fərqi yoxdur. Əslində belə baxanda çox zaman deyirlər ki, uşaqsan. Uşaq nədir, qərar vermək nədir deyirlər və yaxud da ümumiyyətlə rahat şəkildə hərəkət etmələrinə belə icazə vermirlər böyüklər ki, sən uşaqsan, otur oturduğun yerdə. Amma bəzən isə özlərinə sərf edən nüanslarda da qeyd edirlər ki, böyüksən sən. Ağlamaq istəyir, tutaq ki, deyək kədərlidir, keyfi yoxdur, nəsə etmək istəyir, əylənmək istəyir, oynamaq istəyir, sən böyümüsən artıq. Oyuncaq istəyir, deyirsən böyümüsən artıq. Bəli. Yəni istəkləri nəzərə alınmır. Yeri gələndə deyirlər böyümüsən, yeri gələndə uşaqsan. Yəni harda özlərinə necə uyğunsa o tərzdə deyirlər, amma bu artıq uşaqda axı təzadlı fikirlərə gətirir, çıxardır. Artıq bilmir o uşaqdır, yoxsa böyükdür. O böyüklərə gəldikdə isə məsuliyyətdən kənarda buraxıblar. Qonşular da ola bilsin burada düşünüblər ki, özgə uşağıdır, mənim səlahiyyətim yoxdur o uşağa nəsə deməyimdə. Amma bu elə bir hadisədir ki,
Adi bir uşağın əlində bıçaq görəndə belə deyirik və yaxud da ola bilsin biz rastlaşmışıq da, rayon evlərində olurdu, tüfəng olurdu, deyirdilər ki, əl vurma, şeytan doldurar kimi ifadə ilə. Eynilə də bıçaq da onun kimidir. Ehtiyatsızlıq nəticəsində baş verə bilər. Biz həmin o hadisənin içərisində olmadığımız üçün tam dəqiqliklə nəsə deməyimiz doğru çıxmaz. Yəni o qonşular haqqında olsun və yaxud uşaq haqqında olsun. Bəli, düzdür, amma mən bir şeyi də nəzərinə çatdırmaq istəyirəm ki, ümumiyyətlə biganə yanaşmaq problemi var, deyə düşünürəm bizdə. Biganə qalırıq hər şeyə. El arasında belə bir deyim də var hətta, "Məni sancmayan ilan 100 il yaşasın." Gəl Sevinç, belə deyək də, valideynlər də bəzən o qədər yanlış edirlər ki, məsələn, o qonşu nə zamansa söz deyə bilər o uşağa. Valideyn durub həmin o qonşu ilə dalaşa bilər, bir arada konflikt yarana bilər ki, sən mənim uşağıma söz deyə bilməzsən. Amma o uşaqda da o düşüncəni formalaşdırmış olurlar ki, mənə valideynlərimdən başqa heç kim heç bir söz deyə bilməz. Və qonşu da artıq ehtiyat edir ki, mən birdən nəsə deyərəm, mən qarışaram, yenə valideynlə aramda bir konflikt olar. Yəni, o konfliktdən qaçmaq üçün məcbur şəkildə qarışmırlar. Yəni, adi yolda kimisə nəsə etsinlər, heç kim cəhd etmir ki, onu xilas etsin. Bəli. Ya, onun üzərində qala bilər, ya da ki, ya ümumiyyətlə heç həvəs belə göstərməz ki, qoy mən xilas eləyim onu. Mən razı deyiləm ümumiyyətlə bu mövzuda səninlə tam şəkildə. Çünki, istənilən bir hadisədir, amma telefonla çəkməyə çox həvəslidirlər. Yəni çəkməyə o qədər həvəsli yanaşa bilirlər, kömək eləməyə yanaşa bilmirlər. Bunun kökündə biz bilirik ki, zaten məşğulluqdan. Neçə dəfələrlə keçmişik biz bu məsələlərin üzərindən. Nə ki fərqlidirsə, onu çəkib göstərmək məşhurlaşmağın ən asan yoludur. Və sosial şəbəkədə də görülmək bu dəqiqə kim tez xəbər verdisə, o öndədir. Yəni xəbər saytları kənarda qalıb, insanlar özünü göstərir. Bəli, şəxsi səhifələrində də baxış atmalıdır. Bəli. Keçək növbəti xəbərə. Növbəti xəbərimizdə təəssüf hissi ilə bildirmək istəyirəm ki, bir qətl hadisəsidir. Gədəbəydə ata oğlunu öldürüb. Hansı duyğudan yaranır bu atanın övlada qarşı olan mənfi hissləri? Xüsusilə də oğlan övladlarına qarşı. Ata-oğul münasibətində Hı hı. qeyd etmək istəyərdim ki, həmin ata ola bilsin ki, zamanında öz valideynlərindən eyni münasibəti görüb. Və yaxud da ətrafından daima eşidə bilər ki, oğul güclüdür, hər şeyə tab gətirməlidir, dözümlü olmalıdır. Oğlan uşağının artıq biraz zəif olduğunu görəndə ata bunu qəbul etməyə bilər. Təkcə atadan getmir bu. Yəni bir kişi obrazı digər kişi obrazını zəif görəndə necə deyirlər, azlıq çoxluğa tabedir kimi misalından gedərək ona güc göstərir. Özündən zəifə alçaldaraq, yəni alçaltmaq dediyim təkcə o demək deyil ki, söz olaraq alçaltsın ona. Atadırsa, onun özündə bir yetki olaraq hiss edir ki, mən övladımı döyə bilərəm, ona şiddət göstərə bilərəm, təzyiq edə bilərəm. Atada da döyər də söyərdi. Atadır da, döyər də, söyər də yox. Ata bunu ola bilsin dedim ki, öz ailəsindən də görüb, oğluna da edir. Bu doğru deyil, birməna şəkildə. Amma burda bir şey qeyd edim ki, ümumiyyətlə bütün cinayət hadisələrini biz bilirik ki, hamısı affekt halda olur. Bəs affekt halda gətirən səbəb nədir? Həmin atanın ailəsindən zaten sevgisiz böyüməsi, o şiddətə məruz qalması, onun içində yığılıb qalan bir hirs yaradır, aqressiya. Axı valideyndir, valideynə nə edə bilər bu övlad? Yəni adi özünü belə qorumağa gücü çatmır bəzən uşağın, nə olsun ki, oğlan uşağıdır. Ata da burada bu şeyə məruz qalıbsa, öz övladına da deyir ki, sən necə olur ki, sən özünü qoruya bilmirsən? O içindəki hirsi övladından çıxarmış olur. Zəif olandan çıxır. Və bu zamanda artıq övlad da durub, ola bilsin özünü qorumaq istəyəndə, yəni fikirlər biraz təzadda çıxa bilər, çünki mən bütün ehtimalları nəzərinizə çatdırmaq istəyirəm. Ola bilər qarşı çıxmaq istəyər, daha çox bir hirs yaranar ki, axı mən zamanında qarşı çıxmırdım. Özümü heç belə qoruya bilmirdim. Onun üzərinə daha çox gedər, artıq burada hirslər savaşa girər. Duyğular savaşa girər. Duyğu da savaşa girəndə yenə eyni qaydada həmin o affekt halı gəlir, çıxır. Beyində sağlam düşüncə olmur. Sanki loru dildə deyəcəm də gözü çönür. Bəs bu sonradan peşmanlığa səbəb olurmu? Ümumiyyətlə Sevinç, bilirsən affekt halı nədir? Bütün duyğuların qarmaşasıdır. Sanki faydalı olan nələrsə var və zərərli olan nələrsə var. Faydalı olan hər bir şey qapanmış olur. Yəni müsbət tərəf düşünmür artıq burada. Ancaq neqativə fokuslanır.
neqativ və pis tərəfə fokuslanır və pis tərəfə fokuslandığına görə də pis tərəfin o sinir sisteminin o duyğuları, o hirs, aqressiya, qorxu, içdə yığılmış qalan əsəblər hər biri artıq bir partlamaya gətirir, çıxardır. O partlamada affekt halıdır. Hər şey sanki burada hıncını çıxmış olur. O peşmançılıq da təbii ki, artıq o sanki hirs soyuyur, sakitləşir. Sonra deyir ki, mən nə etdim? Aydan, məncə biz burada bir çağırış da etməliyik. Çünki uşaqlıqdan belə yaşamışam deyib başqalarının həyatına zərər verməyək də, düzdürmü? Yəni özümüzə dönək, mütəxəssislərdən kömək alaq, yardım alaq, fərqinə varaq ki, bizdə nələrsə səhv gedir. Sevinç, ümumiyyətlə bu elə bir şeydir ki, hər kəs özündə olanı özü görərək fərqində olmalıdır. Kiminsə onun kənardan gördüyü fərqliliyinə o özünü sağalda bilməz. Adi psixoloqun yanına gələndə belə, mənim yanıma gələndə seanslarda ilk soruşduğum sual bu olur ki, könüllü olaraqmı gəlmisən? Məcburiyyətlə gələn zaman maksimum 3 seans o gələ bilər. Daha sonra çox həvəssiz olacaq, istəməyəcək. Çünki sağalmaq istəmir axı o. Nəyi sağaldacaq? Fərqində deyil bu insan. Özü-özünün fərqində olmalıdır ki, mən yanlış edirəm. Və o zənciri bəzən bunun fərqində olan övladlar qırmış olur. Bilirsən necədir vəziyyət? Biz ürəyimiz ağrıyanda, nə bilim, başqa orqanlarımız ağrıyanda, ağrımasa belə 6 aydan bir gedib yoxlanırıq, düzdürmü? Mənim düşüncəm belədir ki, insanlar da psixoloqa özlərini pis hiss etdikdə yox, normal zamanda da müraciət edə bilərlər. Konsultasiyalarınızda ola bilərlər ki, məndə nə var? Yəni mən həqiqətən normal, sağlam bir psixologiyadayam. Əlbəttə, ümumiyyətlə necə ki həkimlərdə, yəni xəstəxanalarda check-up var, psixoloji check-up belə olmalıdır insan. Bəli. Ki məndə hansı proseslər gedir, hansı görmədiyim və yaxud da fərqində olduğum fərqi yox deyə hər bir check-up olmalıdır. Psixoloji check-up. Bəli, keçək növbəti xəbərə. Bu xəbər qeyd edim ki, bu buraxılışımızın son xəbəridir. Ona görə dedim biraz maraqlı olsun. Azərbaycanda 60 yaşlı qadının ilk dəfə ana olması sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Maraqlı, bəlkə də sevindirici hal kimi bəziləri qeyd edirlər, amma yaşa görə gələndə ana olmağın belə öz yaşı var. Yəni müəyyən bir yaşa kimi ana ola bilərsən. Hansı yaşda o elə? Ən azından bir 40 yaşa kimi, maksimum o da 40 yaşa kimi analıq elə bir duyğudur ki, onu hər bir qadın yaşamaq istəyir. Amma zamanı keçdikdən sonra axı sən o övladı nə qədər böyüdə biləcəksən? 60 yaş elə bir yaşdır ki, çox uzun ömürlü də ola bilmir artıq indiki dövrdə insanlar. Bəli. Yəni maksimum 90 yaşa kimi, 80 yaşa kimi yaşadı. Bəs o uşaq necə olacaq onda? Daima bir itirmə qorxusu içində yaşayacaq ki, mənim anam yaşlıdır, tez gedə bilər. Yəni o qorxunu daima içində yaşayacaq. Ana olmağın son yaşını qeyd etdin. Bəs neçə yaşından, yəni əvvəlində bir bəlkə qeyd edəsən, çünki bu gün 13 yaşında ana olanlar da var. Ana olmaq, evlilik, ümumiyyətlə həyatımıza alacağımız hər hansısa bir şəxs özümüzü dərk etdiyimiz zamanda olmalıdır. Bunun yaşı yoxdur. Məsəl üçün evliliyin yaşı yoxdur. Yəni necə yoxdur? O da müəyyən bir yaşa kimi olur. Sonra artıq insan sanki özünü tanıdıqca evlilikdən qaçır bəziləri. Yəni bu da var. Bu da mən deyərdim ki, yenə sosial şəbəkələrin qüdasına gedirik deyərdim. Amma hər ana da bəzən ana olmaq istəmir. Məsəl üçün 13 yaşında ana olan uşaqlar, onlar da ana olmaq istəməyə bilər, bəziləri ola bilər. Yəni bu dəyişən bir şeydir. Təbii ki, ana olmağın öz yaşı da var. Nə zaman başlamalıdırsa, bunun yaşını deyə bilmərik. Yəni o insan artıq məsuliyyəti öz üzərinə götürə bilirsə, olğun bir düşüncəyə sahibdirsə, özünü dərk edibsə, nəyin necə, ailənin nə olduğunu, uşağın nə olduğunu bilirsə, anlayırsa, o zaman bəli, həm evlənə bilər, həyatına kimisə də ala bilər, uşaq sahibi ola bilər. Yəni bu məsuliyyətləri öncəliklə dərk etmək lazımdır. Aydan, sən deyirsən ki, evlənməyin, ana olmağın yaşı yoxdur. Təəssüf ki, cəmiyyətimizin bəzi nümayəndələri bunu yanlış anlayır. Yəni sən demək istəyirsən ki, dərk etdikdə biz ailə həyatı qurub ana olmalıyıq. Ola bilər biz 30 yaşında bunu dərk edərik, ola bilər 20 yaşında artıq dərk etmişik. Amma insanlar bunu bilirsən hara yazırlar? Ana olmağın, ailə qurmağın yaşı yoxdur. 13 yaşında da uşaq ana ola bilər. Bəli, təəssüflə qeyd edirəm ki, elə başa düşürlər, amma biz hər kəsi dəyişə bilərikmi? Xeyr, təbii ki. Öncəliklə ətraf deyil də biz özümüzü dəyişməliyik. Nə də heç kimi biz məcbur gətirib qarşımızda əyləşdirə bilmərik ki, sən sağalmalısan.
Onda tək çarəmiz nə qalır Aydan? Çağırış etmək ki, fərqində olaq. Özümüzü sevək. Düşüncələrimizin, nə istədiyimizin fərqində olaq. Əlbəttə Sevinç, doğru qeyd etdin. Mən burada sonluq olaraq nəsə deməyimə ehtiyac qalmadı. Təşəkkür edirəm. Sadəcə olaraq izləyicilərimizə özünüzə yaxşı baxın deyirəm. Özünüzün fərqində olun və ətrafınızdakı insanları dəyişmək deyil, özünüzü dəyişərək onları dəyişməyi diləyirəm. Sağ olun, gələn görüşlərədək. Gələn həftə görüşmək ümidi ilə. Hələlik.